Əgər tullantılar eyni maşında qarışdırılıb aparılacaqdırsa, daha bu çeşidləmə qutularının nə əhəmiyyəti var? Üstünə nə yazsın? Elə üstünə heç nə yazma. Promoy tök aparaq da elə şüşənin hamısını bir yerə tökətə qaçdırıb. Düzgün şey deyil o. İndi maşınlar olsa daha yaxşı olar, amma onu yəqin ki, hələ ayırmayıblar. Ekspert Telman Zeynalov deyir ki, layihə gözəl addım olsa da, onun sadəcə xoş görünüş xarakteri daşıması təəssüf doğurur. Tullantıları teşkilləmək üçün zibil qutuları qoyulduğu kimi, onlar daşınan zaman da bu nəzərə alınmalıdır. Neçə mən özüm müşahidə olmuşam ki, gəlib, cəmaət lazım olan qaydada hər yerinə öz zibillərinə aid olan atıblar. Maşın gəlib, hamısını bir qutuya boşaldıb aparıb çıxıb gedib. Cəmaət bunu görür axı. Tullantıların qarışdırılıb aparılması göz qarşısında baş verdiyindən insanlar da artıq çeşidləməyə əhəmiyyət vermir. Kim zibili hansı qaba istəyir, orada atır. Qarışıq, polietilen, şüşə, çörək yazılan bu qutular insanların istifadəsi üçün nəzərdə tutulub. Yəni ki, zibili uyğun olan qaba atmaq lazımdır. Buna isə olduqca az da riayət edir. Yazılan yazılara isə əhəmiyyət verən yoxdur. Məsələn, bu çörək üçün nəzərdə tutulub, amma içərisində çörəkdən başqa hər şey var. Yeni zibil qutularının Bakının bütün rayonlarında quraşdırılacağı bildirilir. Xüsusi daşıma texnikalarından isə söhbət açılmır. İlqar Qulusoy, Turab Məmmədov, Lider TV.